Rəngin lütfen. Hə. Başladık. Demək, burada mövzumuz oldu əməli yazı nümunələri. Əməli yazı, bilirsiniz ki, əməli yazı nümunələri biz ümumiyyətlə rəsmi işgüzar üslubu keçəndə dedik ki, oradakı sənədləri iki yerə böldük. Sırf rəsmi sənədlər, bir də böldük işgüzar sənədlər. Rəsmi sənədlər deyərkən buraya nə aiddir? Sərəncamdır, fərmandır, əmirdir, konstitusiyadır, o qanun məcəllələridir, o torpaq məcəlləsi falan filan bunlar. Ümumiyyətlə, rəsmi işgüzar sənədlərimiz həcmində nə demişdik? Demişdik, eləsi var, məsələn, bizə cümləlik bir şeydir. Tutaq ki, telegram, bir cümlədən ibarət ola bilər. Eləsi də var, bir kitabça halındadır, məsələn, konstitusiya. Həcmcə ən böyük bizim rəsmi sənədimiz, ümumiyyətlə, rəsmi işgüzar sənədimiz həcmcə ən böyük konstitusiyadır. Çünki özünüz də görürsünüz, bilmirəm, kitabça halında, hansı ki, orada maddələr var, bəndlər var, falan filan. Həcmcə ən böyük olur. İndi başlayaq nədən? Testdə düşənlər nələrdir? Sərəncam, fərman, əmr. Yadında qalır, izah eləmişdim. İndi sən fərqini görürüm. Deyirəm, sərəncam nədir? Hansı dildən götürülür? Fərman, hansı dildən dedim məlumatda bu? Testdə nə düşür? Bunlar yəni suallar nə şəklində salınır? Nəyə diqqət edeyim? Öyrənərkən kitabdan əməli yazı nümunələrinin adları, hansı dildən götürülüb mənası nə deməkdir? Bunu mütləq əzbərlə. Çünki dəfələrlə qarşıma bu şəkildə testlər çıxıb. O sınaqlar var, əvvəlki imtahanların mövzuları var. Hətta ki, o günkü qrupda da dedim ki, testin biri belə düşmüşdü. Deyir ki, hansı əməli yazı nümunəsi Latın dilindən götürülüb mənası cinayət, hərəkət deməkdir. Hadisə. Söhbət aktdan gedirdi. Bir də protokolu salmışdı belə ki, hansı əməli yazı nümunəsi yenə Latın dilindən götürülüb, yəni mənası birinci ilk vərəq deməkdir və yapışdırmaq deməkdir. Protokoldan söhbət gedir. Bax, bu şəkildə testlər çox qarşıma çıxır. Ona görə hansı dildən götürülüb, mənası nə deməkdir, bunu mütləq əzbərlə. Bu, sərəncamla fərman fars dilindən götürülür, əmir ərəb dilindən götürülür. Dünən uşaqlarda deyirəm, bu əməl yazı nümunələrini gəlin qruplaşdıraq, əl olanlarını yığaq bir. Bu üçü bir əl olmalıdır. Niyə bənzəridir? Oxşar. Sərəncamla fərman göstəriş mənası. Aha. Fərman hər kəsə aiddir. Sərəncam bir yerə verilir. Yox, tərsinə dedim. Tərsinə dedim. Hə. Hansını dedin? Biri hər şey mütləq olmalıdır, o bir də ola bilər, olmayacaq. İndi hansı mütləq olmalıdır? Fərman. Hə. Fərman. Demək, bu ikisi fars sözüdür, bayaq da vurguladığım kimi, amma əmr ərəb dilindən götürülübdür. Ümumiyyətlə, üçünün də mənasında oxşarlıq var. Mənasında oxşarlıq nədir? Əmir, göstəriş, hökm. Əmir, göstəriş, hökm. Məsələn, bax, əmir, hökm göstəriş deməkdir. Fərmanla sərəncam əmir göstəriş deməkdir. Rəsmi sənəddir üçü də. Bu ikisini adətən dövlət başçısı verir. Prezident verir sərəncamla fərmanı. Amma əmri bunu hər bir idarə, təşkilat, müəssisənin rəhbəri verir. Əmri, yəni hər bir rəhbər verə bilər. Əmr, məsələn, belə deyim də, tutaq ki, idarədir, təşkilatdır, müəssisədir və dövlət orqanıdır, harası. Ora qəbul olunan işçiləri götürəndə də onlar haqqında əmr imzalayırlar. Çıxanda da onun haqqında əmr imzalayır, əmrləşdirirlər. Onun gəlməlidir, getməlidir, əmrləşdirirlər. Əmr yəni, məsələn, tutaq ki, mən bugün təzə işçi götürdüm, müdürəm elə. Yazıram ki, filan işçi, filan tarixdən əmr kitabçası var. Hər bir müdürün, hər bir rəhbərin özünün əmr kitabçası var. O əmr kitabçasını açır, işçilərin. Məsələn, filan tarixdən, filanıncı ildən, filan saatdan bizim məktəb direktoru, bizim məktəbdə filan kəs işə başladı. Əmri verildi, başlasan, işə başlasan, göstəriş verildi. Həmin gündən bu adam işə başlayır. Həmin gündən də ona maaş hesablanır. Və ya çıxanda da filan tarixdən bunun işinə xitam verilsin, çıxsın işdən. Həmin gündən onun maaşı kəsir, qovulur, atılır işdən. Aydın oldu, bunu hər bir müəssisə rəhbəri verə bilər. Sərəncamla fərmanı dövlət başçısı verir. Bu ikisinin arasındakı fərq nədir? Oxşardır. Özü nümunəsinə bağlı görürsünüz ki, oxşardır mənası, fərq nədir? Fərmanda belə yazın, qabada yadınızda qalsın, vaciblik var.
Yəni bundan heç kim kənara çıxmamalıdır. Prezident fərman imzaladı. Məsələn, o gün də dedim ki, tutaq ki 15 sentyabrın ölkədə bilik günü elan olunması haqqında, yəni bilik günü kimi qeyd olunması haqqında prezident fərman imzaladı. İndi bunu kimsə yerinə yetirməyə bilərmi? 15 sentyabrdır da, əvvəllər 1 sentyabrdır, sonra 15 sentyabr oldu. İndi kimsə deyə bilər ki, yox, mən keyfim istəyir 1 sentyabrdan, məktəbimdə dərsi 1 sentyabrdan başladacaq. Belə bir şey mümkündür. Prezidentin fərmanında budur, bilur. Və prezident fərman verir. Misal üçün 20 yanvar ölkədə matəm günü kimi elan olsun, həmin günü dövlət iş yerləri, bir dənə təşkilat, müəssisə heç ara işləmir, həmin günü matəm günü. İndi bunu mümkündür ki, kimsə əməl eləməsin. Xeyr, kimin də o telefon, səs gəlir, mesaj deməsə bağlanır. Fərmanda məcburiyyət var, olunmalıdır. Olunmalıdır, yerinə yetirilməlidir. Amma sərəncam belə deyil. Sərəncam fərman biraz yumuşaq olmaz. Sərəncamda göstəriş var. Məsələn, tutaq ki, deyirsən ki, prezident sərəncam imzaladı ki, Azərbaycanın hər bir bölgələrində, rayon və kəndlərdə yaşıllaşdırma işi başlanmasın. Bu göstərişi verirdi. İndi burada, məsələn, rayonun biri əkif, tutaq ki, 1000 ağac, o biri rayon əkif 1500 ağac. İndi burada dəqiq şey yoxdur da, yəni məcburiyyət yoxdur ki, hamı mütləq 1000 ağac əkməlidir. Kim nə qədər bacarır, edir. Sadəcə bu göstərişi verirdi. Və deyir ki, ölkənin rayonlarında və kəndlərində abadlıq işləri başlansın. Bununla bağlı sərəncam imzalanır. İndi hər rayonun, kəndin bələdiyyə işləri bu işə baxacaq. İndi kim, hansı, nə dərəcədə baxacaq, nə şəkildə buna yanaşacaq, bu artıq onların vicdanına qalır. Baxılmaya bilməz. Baxılmaya bilməz, yəni necə? Bəyəm az olur ki, prezident məsələn sərəncam imzalayıb, rayon və kəndlərdə YMT olur və dövlətdən, büdcədən pul ayırıb ona. Görəyində hamısı onu yerinə yetirdimi? Xeyr. Baxır, nə materialdan istifadə edir? Keyfiyyətisi var, keyfiyyətsiz var, bunun cibində biraz qalsın deyə hər cür gedir, harada ucuz var, alır ki, bunu unutulmaz. İndi bunu görsən, burada vaciblik, məcburiyyət biraz yoxdur. Sadəcə göstəriş verir ki, edeyim bunu. Bura kimi aydın oldu? Bu ölçü bu ay olanlarını bilmiyorduk. İndi gəlin nəyə yığaq bir yerə? Ərizə ilə izahat. Bu ikisi də bir oxşardır. Oxşardır. Ərizə, izahat. Bunlar işgüzar sənədi. İşgüzar. İndi bunu izah edəyək. Ərizə, izahat bu da ərəb sözündəndir. İkisi də biri ərz etmək, müraciət etmək deməkdir. İzahatda şərh etmək, bunun izahı var sınaqda. Harada izah etmək, şərh etmək, bunu görsəz bilin ki, izahatdan söhbət gedir. Ərizə ilə izahatın yazılma qaydası eyni şeydir. Dünən uşaqlara da deyirəm, gülürlər. Deyirəm, bunu qələt etməmişsən, nə vaxt yazırsan, bunu qələt edib sonra yazırsan, izahatı. Məsələn, işdən icazə almaq istəyirəm elə. Gedirəm, direktora ərizə yazıram. Yazılı şəkildə icazə istəyirəm. Biri də var, öz başıma dərsdən qalıram. Öz başıma qalıram, şey gəlmirəm. Məktəbdə də uşaq məktəbin altının üstünə gətirir. Direktor da səhər gəldi, mənə qoymur dərsən. Deyir, o izahat yaz. Niyə gəlmirsən dərsən? Mən qələt eləmişəm, amma indi qələtin niyəsini otururam yazam ki, niyə gəlməmişəm dərsən. İzahat budur. Elədiyin bir şeyin izahatını verirsən. Amma ərizə eləmədiyin bir şey üçün icazə istəyirsən. Ərizənin növləri var uşaqlar. Ərizə var, xahiş xarakterli. Xahiş. Var, şikayət xarakterli. Şikayət. Xahiş xarakterli, məsələn, mən icazə istəyirəmsə, bu neyini? Deyim, xahiş edirəm, mənə 3-4 günü icazə verəsiniz. Xahiş xarakterli. Və işə girir. Hər bir şəxs işə girəndə onun ərizə alırlar. Ərizədə yazırsan ki, xahiş edirəm ki, məni işə qəbul edəsiniz. Qəbul etməyi xahiş edirsən. Şikayət xarakterli nədir? O gün bizdə kim idi deyən oldu, qrupda qonşu dedi, məni bezdirib. Nəzir. Qonşu deyil, bizi bezdirib oldu. Bax, qonşu səni boğaza görür. Ne edirsən? Gedirsən polisə. Sən polisə deyib qonşuna şikayət edirsən, sana deyir, oturdu. Oturdu bir də ərizə yaz, şikayət ərizəsi. Oturur mən yazılı şəkildə. Yəni boşuna sözə heç kim baxmır, hamı sənətə baxır. O polis də həmin ərizəni götürür əlindən əsas, gedir qonşunun qapısını tıkılladır ki, sənin şikayət var. Yazılı şəkildə. Yəni sənə baxmır. Aydındır. Qonşu da gedir orada oturur, izahat yazır. Yəni məsələn, ictimai asayişi pozulur, elə. İndi gedir orada izahat yazır. Niyə pozulur ictimai asayişi? Gedir niyəsini izah edir. Şikayət bildinizdə nədir? Ərizənin izahatın yazılma forması başlıq eynidir. Eynidir nədir? Dərsləri bölürsən belə ağ vərəqdir. Təsəvvür edin, lövhə ağ vərəqdir. Ortadan bölürsən.
Baxın, ən sadə, belə deyək, ən çox istifadə olunan işgüzar sənət ərizə ilə izahatdır. Bunun yazılma qaydasını tək tez xatirinə demirəm ha. Mütləq bilin, mütləq öyrənin. Bu sizin savadlılıq dərəcənizi göstərir. Bugün müəllimlərimiz var ki, inandırım sizi, ərizəni izahatı yaza bilmir. Biabırçılıq deyil, həqiqətən biabırçılıq. Ay, orta məktəbdə keçilib də, bu da yadında qalmıyor. Mütləq bilin. Heç nə yadına satmasın, bu qismi bil. Çünki hara geçsən sənin bu rastına çıxacaq. Hansı işdə işləsən səndən bunu istəyəcəkdir. Aydındır. Yazma forması nədir? Ağ vərəqli böldüm 2-yə. Elə bir ki, 4də biri də, bax belə. Bu hissədə nə yazırsan? Bu hissədə. Başlığı eynidir. Ərizə ilə izahatın başlığı eynidir. Buradan yazırsan. Ərizəni və ya izahatı kimə verirsən? Və bu ərizə kim tərəfindən verilir? Və izahat kim tərəfindən? Məsələn, mən məktəb direktoruna ərizə yazıb icazə almaq istəyirəm. Elə vəzifələr göstərilməlidir. Sənin öz vəzifən də göstərilməlidir. O yazdığının da vəzifəsi göstərilməlidir, mütləq. Ad, soyad, vəzifə, iş yeri və kimə verilir, kim tərəfindən verilir, burada göstərilməlidir. Məsələn, Şərqi şəhər Məhəmməd Füzuli adına, indi uzun demirəm də, Məhəmməd Füzuli adına tam orta məktəbin direktoru filankəsə həmin məktəbin Azərbaycan Dil və Ədəbiyyat müəllimi Kazımov Müsənbər tərəfindən indi ortada. Ərizə yazırsansa, ortada yazırsan ərizə, izahat yazırsansa, ortada yazırsan izahat və 2 nöqtə qoyursan. İndi başlayırsan. Ərizədə nə üçün xahiş edirsən və ya şikayət edirsən mövzusunu buradan başlayırsan yazmağa. İzahatda nə üçün gəlməmişdən, bunu niyə elədin, səndən izahat, şərh, izah verirsən, burada yazırsan. Sonluğu da eynidir. Bitirəndən sonra, axırda ortada yazırsan hörmətlə, qoşan nöqtə, imzanı çəkirsən, məsələn, buradan da drop qoyursan, adın, soyadın, tarixi bu tərəfdə yaz. Buradan tarixi yazırsan. Ərizənin, izahatın yazılma günü, ayı, ili burada yazılır. Bu hissə səndə boş qalır. Bu hissə boş qalır, düzdür. Buna deyirik dərkənar. Dərkənar. Ərizənin və ya izahatın dərkənar hissəsi. Dərkənar nə demək? Ərizənin dərkənar hissəsində, məsələn, mən bu ərizəni yazdım, verdim, elə müdürə. Müdür indi mənə icazə versə, o dərkənar hissəsinə boşluğa yazacaq ki, icazə verilsin. İcazə vermək istəmirsən, yazır ki, icazə verilmir. Və ya şikayət gedir yazmışam polisə ilə. Burada rəis götürür, yazır ki, ərizəyə baxılsın. Şikayətə baxılsın. Polislər də onu əlində əsas götürür, gedir qonşunun qapısını tıkıladır ki, sən də şikayət. Kim çatdıra bildiyim, bu dərkənar hissəsində bax, rəhbərliyə rəy yazılır burada. Yəni, ərzdən qəbul elədi, eləmədi, bu yazılır. Çox sadə bir şey, yada qalar yəqin ki. Bu getdi. Bu olanlarını da belə yola saldıq. Qaldı nəyimiz? İzahatda bir şey deyim sizə. Bu izahat biraz, izahatın növləri var, yadda saxlayın. Var sadə izahat. Sadə, bu mənim bayaq tanışdığım məsələn, işə gəlməmişəm, oturub izahat yazmışam, bu sadə izahatdır. Bir də var müfəssəl. Müfəssəl izahat. Müfəssəl izahat bilsinlər, geniş. Müfəssəl geniş ətraflı deməkdir. Bunun altı biraz gedir yaxşıya çıxmır. Məsələn, bizdə tutaq ki, məktəbə yoxlamalar gəldi, elə. Yoxlamalar gəldi, aç danış. Məsələn, məktəbə yoxlamalar gəldi, xeyli qüsur tapdılar, axtardılar, nazirlik falan belə. İndi başlayırlar, məsələn, məktəb rəhbərliyinə, istər direktor, istər müavinə çağırırlar, izahat alırlar. Məsələn, məktəbdə bu qüsurlar var. Niyə? Otururlar, onlar izahatda müfəssəl şəkildə, geniş şəkildə izahat verirlər. Niyəsini deyir. Bəzən görürsən ki, işçidən birinci izahat alınır. İzahat. İkinci, əgər bu səhvlər aradan qaldırılmasa, ona xəbərdarlıq verilir. Xəbərdarlıqdan sonra yenə bu səhvlər aradan qalxmasa, şiddətli töhmət verirlər, sonra da işdən çıxardır. Və ikinci dəfə töhmət, məsələn, bir dəfə töhmət alır, ikinci dəfə töhmət artıq işdən çıxır. Yəni, bunun axırı gedib iş çıxartdan sənin işini itirə bilərsən. İzahat alınmaq elə də yaxşı bir şey deyil bir işçi üçün. Sənə çağırıb desələr ki, işçisən, gəl izahat yaz, bu biraz yaxşı bir şey deyil.
Kim çatıra bildi? Bu sənin işdən çıxmağının ilk mərhələsidir, atılan addımdır. Birinci izahatını alırlar, sonra xəbərdarlıq. Çünki işçini birdən-birə çıxartmağa heç kim ixtiyarlı. Xəbərdarlıq dağılan, töhmətin dağılanda çıxardılmırsan. İkinci töhmət alsan çıxardılır. Aydın oldu. Buralarda belə bilək. Nəsə, demək 2 növ oldu, yazdıq. Bunu da bildik. İndi harda dedim ki, şərh etmə, bəyan etmə görsəz, bilin ki, o söhbət nədən gedir? İzahatdan gedir. Bu açar sözləri yadda saxlayın. İndi gəlin baxaq, elan, reklam, afişa, anons. Bu ən uşaqların da bilmir bax. Elan, sonra nə dedim? Reklam, afişa, anons. Anons. Görünmür. Siz bu tarafa geç. Ha? Kamerada görsen ben. Yukarıda yazdıklarım, aşağıda yazdıklarım. Biraz yukarıda. Aha. Bileyim ha, o birileri yukarıda yazarım. Anons da axırıncı. Yorulmuşsunuz, bilirəm. Neçə dəqiqə gözün, nə qədər var vaxtınıza? 2 dəqiqə keçir, heç nə olmaz. 9'a kimi qala bilərik də, yəni yarım saat qala bilərsin. 8. Müəllim saat 8-dən danışıqlarına gibi keyləşmişəm. Elan nədir? Bunlar bir-birinin bənzəridir. Bunlar bir-birinin bənzəridir. Hamısı bir şey haqqında, məsələn, qabaqcadan məlumat məlumatlandırmaq. Elan bunların ən sadə formasıdır, ən sadə. Niyə? Buradan məsələn testdə də düşür, ən çox məşhurlaşmaq üçün hansından daha çox istifadə edirik? Bir şeyi tez məşhurlaşdıran bir şey nədir? Reklamdan çox. Elan bunların ən sadə, nə mənada sadə? Rəngsiz, mahnısız, videosuz. Elanlar adicə gelirsən, yolda qabağına da çıxır, divara yapışdırırlar. Falan yerdə falan qədər torpaq satılır, əlaqə nömrəsi qoyurlar, ünvan yazılır, istəyənlər müraciət eləsin, qiyməti razılaşma yolundan və s. Və ya məktəbə gəlirik, baxırıq ki, məktəbin qapısına elan yapışdırırlar, rəhbərlik tərəfindən yapışdırırlar. Misal üçün 5 mart səhər saat 10:00-da məktəbin akt zalında bütün pedaqoji heyətin iclası var. Hamı bir nəfər kimi iclasda iştirak etsin. Hatta elanı kim yazır? Məsələn, məktəb rəhbərliyi. Orada bizim iclasımız haqqında qabaqcadan saatı, günü hamısı nə oldu? Bizə məlumat verildi. Elan qabaqcadan məlumat vermək. Düzdür, ən sadə formadır. Reklam latıncadan qışqırmaq deməkdir. Qışqırmaq. Hər yerdən çıxır. Reklamın özünüz görürsünüz, plakat forması da var, yazılı forması da var. Canım istədir. Yazılı dedim, yazma düşdü. Bunu yadda saxlayın. İzahatın həm yazılı forması var, həm də şifahi. Bu başqa bir əməli yazı nümunəsində də var, yadda saxlayın. Hə, tez gəl. Bu həm də hesabatda var. Ortaq cəhət kimi yazıram bura. Həm hesabatın bir dənə testlər düşər, ortaq cəhət kimi. Hesabatla izahatın 2 forması var. Yazılı forması, şifahi forması. Ayrıca gəldik. Reklamların da məsələn plakat forması var. Radioda şifahi şəkildə də qabağımıza çıxır. Sonra audial şəkildə, televizorda video çap şəklində də qabağımıza çıxır. Bir şeyi məşhurlaşdırmaq üçün istifadə olunur reklamlar. Amma keçən dəfədə dedim, reklamın öz qayda qanunları var. Dövlət tərəfindən reklamlara qaydalar qoyulur. Onlara əməl eləməlisən. Xüsusi reklam şirkətləri var. Yəni onlar öz başına fəaliyyət göstərmir ki, onlar nəzarətdədir. Necə? O çəkilən reklam vətəndaşın ixtiyarı var ki, məsələn, reklamda səhv bir şey görsən, şirkəti versin, məhkəməyə versin. Məhkəməyə versin, yəni cəmaata alanırsınız. Bu baxımdan. Ona görə reklamlar ehtiyatla çəkilir. Bizdə nəzarət yoxdur da, belə deyim. Amma xarici ölkələrdə buna çox böyük, reklamlara çox böyük nəzarət var. Məsələn, bir şeyi reklam edir, eləmi? Tərifləyir, amma həddi aşmamaq lazım. Həddindən artıq tərifimiz reallığa biraz sökülməlidir. Nə olsun reklamda məşhurlaşdırmaq üçün, amma reallığa sökülməlidir. Nümunə də göstərdim. Məsələn, deyirəm, uşaq qidaları var, uşaq qidaları. Hansı uşaq qidası ana südünü əvəz edə bilər?
Heç biri mümkün deyil ana südünü əvəz edir. İndi sən dur o uşaq yeməyini başdan reklam elə ki, ana südünü əvəz edən uşaq qidası. Mənim haqqım var sən bəlkə yeməyə verirəm ki, sən nə danışırsan? Hə, tez gel. Zəhlər Mustafa, evdən də haqqlar yəqin. Deyin ki, yəni gec çıxacaq bir dəfə. Hə, yəni bu, ona görə xarici ölkələrdə reklam edəndə nə edirlər? Məsələn, energetik ilişkini reklam edirlər, altdan yazır ki, yəni ən doğrusu deyir, sağlamınıza fikir verin, sağlamınıza diqqət edin, nə bilim, meyvə şirələrine daha çox üstünlük verin və s. və ilə axır. Nə olur? Hə, aydındır. Yəni, və ya sigaretə baxırsınız, üstündə reklamlar olur, amma sigaretin üstündə nə yazır? Sigaret çəkmək sizin sağlamlığınıza ziyandır, zərərdir. O şirkətin tam haqqı var ki, yəni mən sənə anlatmıram ki, mən yazıram ki, ziyandır, almır. Reklam eləyir, eyni zamanda reallığı da yazıram. Mənim o məhkəmə vermə ixtiyarım var mı? Aydın oldu yəni necə? Afişa nədir? Afişa incə sənətlə bağlı bir şeydir. İncə sənət konsertdir, teatr tamaşalarıdır, sirk tamaşalarıdır, bununla bağlı. Yəni, afişada nədir? Afişa şəkilli elandır. Şəkilli elan. Bu elanlarda şəkil məkləş nə olur? Ancaq yazıdır, ən sadə formasıdır. Amma afişa şəkilli elandır. Burada nəyin şəkli olur? Burada ümumiyyətlə burada nə yazılır? Məsələn, teatr tamaşası göstərir. O tamaşanın müəllifi kimdir, qurucu rejissoru kimdir, senarisini kim yazır, hansı aktyorlar oynayacaq, saat neçədə, harada, hamısı haqqında məlumat var orada elanda. Orada şəkillər nə şəkillər olur? İndi testdə səhvən salmışdılar ki, deyir, afişanın üstündə, Hüseyin bilirsən mənim, göstəriləcək tamaşalardan deyir, şəkillər qurulur. Yox. O tamaşanın da bax göstərilmiş şəkil göstərir. Göstəriləcək yox, bu səhvdir. Bundan qabaq göstərilmiş versiyalarından şəkillər ola bilər. Və aktyorların şəkilləri ola bilər. Rejissorun şəkli ola bilər. Amma tamaşa göstəriləcək, hələ əcək. Orada nətər şəkil qoya bilərsiniz? Bu səhvdir. Ola bilər premyerası ola bilər. Tamaşanın premyerasından şəkil ola bilər. Aydın oldu, kim çatıra bilir? Gəldik nəyə? Anons. Anons televizorda görərsiniz, çox prasınıza çıxar televizor. Məsələn, veriş olasıdır. Misal üçün, tutaq ki, deyək, Zahalı 5-də 5 verişi. 5-də 5 verişin anonsu gedir. Fragmanları yox ha, anonsu. Fragman odur ki, bu şey, məsələn, serial çəkilib, bu bölüm çəkilib. İndi həmin çəkimdən parçalar verirlər. Bu fragmandır. Fragman başqa şeydir. Anons bir şeyin olacağını qabaqcadan elan verməkdir. Amma bu da fərq, ona görə dedim ki, hamısı nə deməkdir? Bir şeyin qabaqcadan məlumat verilməsi deməkdir, düzdür? Amma fərqli şəkillərdir. Burada yazı ilə verir, burada şəkillə verir, burada müxtəlif videolarla, burada isə, burada video çap şəkilləri, amma necə? Zaharın verişindən misal üçün, kimlərsə gəlib iştirak edəcək, məsələn, Röyadır, Aygündür, tutaq ki da, Faiq Ağayevdir, elə. Onun əvvəlki verişlərdən, əvvəlki konsertlərdən, misal üçün, onlardan göstərə bilər kiçik-kiçik. Amma da hələ bu veriş çəkilmir, baxın, çünki bu veriş canlı gedir, canlı gedir. Düzdür? Və Zahar deyir ki, anons verir. Hörmətli tamaşaçılar, sabah bizimlə mütləq şey deyin, yəni bizə tamaşa edin, bizi izləyin, çox maraqlı olacaq, falan kəs qonaqlarımız olacaq, söz verirəm, daha əyləncəli olacaq, gözünüzü bizdən ayırmayın, kanalı çevirməyin, falan filan. Anons verir, elan verir. Aydın oldu bu da nə deməkdir? Qəşək. Bu əməlanlar da bir getdim, gəldim nəyə? Vəkalatnamə, bax, vəkil sözündən, bax, vəkil, vəkalət, vəkil. Vəkalətnamə, namə bilirsiniz, baş sözüdür, məktub deməkdir. Vəkalət ərəb, namə fars sözüdür. Etibarnamə də həmçinin. Etibar ərəb sözüdür, namə fars sözüdür. İki sözün birləşməsindən. Bu ikisi də bir-birinə oxşardır. Oxşarlıqları nədir? Burada ikisində də kiməsə etibar edirsən, kiməsə güvənirsən, güvən göstərirsən. Amma bir fərq var. Burada sahib olduqların, sənə aid olan, əlində olan şeyləri kiməsə etibar edirsən. Burada hələ əlində deyil, hələ götürməyirsən, hələ sənə aid deyil, sənə hələ çatacaq şeylər kiməsə əmanət edirsən. Fərq budur. Məsələn, etibarnamə. Tutaq ki, mənim maşınım var. Sən də mənim maşınımı sürmək istəyirsən.
Oğlanlar yaxşı bilər. Ne edirik? Gedirik notariusa, mən sənin adına bir dənə etibarnamə verirəm. Bəli, etibarnamə də müddətlidir. Müddətsiz də ola bilər. Məsələn, mən sənin etibarnamə adına verə bilərəm 1 ay. 1 aydan artıq sürə bilməzsən. Və ya İsmail deyil mi olur? Gəl çağrı durma çöldə gəl. 1 ay. Və ya deyə bilərəm 1 il. Və ya deyə bilərəm müddətsiz etibarnamə. O gün qaytarıyoruz. Hə. Davet Rusçada, Azərbaycanca biz ona deyirik etibarnamə. Hər şey qaytarıyoruz. Bir de bir şeydir. Etibarnamədə yadda saxlayın. Testdə düşür. Müddət yadda saxlayın. Həm hərflə, həm də sözlə, rəqəmlə. Vəkalatnamədə də olmalıdır bu. Qeyd elə akta yoxlama müddəti. Yoxlama müddəti. Vəkalatnamə ilə, vəkalatnamədə, etibarnamədə yox, vəkalatnamədə. Zəng gəlir, hər çox. Vəkalatnamədə. Burada demək, həm hərflə, həm də sözlə. Vəkalatnamə müddəti var, yəni etibarlılıq müddəti vəkalatnamədə. Onu vəkalatnamədə həm rəqəm, həm də sözlə göstərirlər. Bu həm də var akta. Akta da yoxlama müddəti var. Məsələn, o prosesin yoxlanılma müddəti var. Akta zəhnilə deyəcəm olsa. Yoxlama müddəti həm hərflə, həm də sözlə yazılır. Bu şey ikisində var. Bəs həm şifahi, həm yazılı ilk hansında var idi? Hesabatla, izahatla. Həm. Gəldik bura. Elə bu hesabat da izahatla oxşar bir şeydir. Bundan sonra buna keçərəm. Etibarnamə nədir? Bayaq dediyim kimi, maşını sürmək üçün gedirik notariusa, məsələ etibarnamə verirəm, onun sayəsində sən sürürsən maşını. Və ya mən etibarnaməni yəni bütün malın mülkün üçün də verə bilərsən. Malın mülkündən bir şey üçün də verə bilərsən. Məsələn, adam var etibarnamə, misal üçün atam gedir Rusiyaya, əli çatmır bura, etibarnamə yazıb qoyub gedir ki, mənim bütün yəni malım, mülküm, maşınım, mənə aid olan nə varsa böyük oğlumu etibar edirəm. Mənim adımdan hər yerdə imza ata bilər. Etibarnaməni hər şeydə verir, çıxır gedir. Bu əldə olunanlar üçündür. Vəkalatnamədir. Vəkalatnamə mənim adıma mal gəlib, tutaq ki. Sifariş eləmişəm, mənə məsələn, tutaq ki, dərsliklər, dərsliklər göndərilir. Dərslik göndərir və mənim də vaxtım yoxdur gedib götürməyə. Mən nə edirəm? Mən səni çağırıram, səndən xahiş edirəm ki, get mənim əvəzimə o malları götür gəl. Mən nə yazıram? Mən vəkalatnamə yazıram. O vəkalatnamədə, demək, o gedən adam, mən orada öz vəsiqəmdə göstərirəm, serial nömrəsini falan. O adamı ki, gedib götürür o malları. O adamın da vəsiqəsinin serial nömrəsi də orada göstərilməlidir, vəkalatnamədə. Və gedir ora, o vəkalatnaməni göstərir ki, mən ona etibar eləmişəm. Yəni, öz başına gəlməyib. O vərəqin sayəsində dedim ki, mənə hələ çatmayan şeylər. Gedir onları götürür, gəlir. Kim çatıra bildik, vəkalatnamə budur. Bir sən özümə vəkil tuturam da, mənim əvəzimə gedib mənim işimi səndən bilirsən. Belə yaddasan. Oldu. Hesabat nədir? Bu da izahata oxşuyur. Ona görə dedim, bəri başdan deyim. Bu da onun elə bir əmsi oldudur. Hesabat adı üstündə hesab verirsən. Ölkədə sistem elə qurulub ki, uşaqlar, ümumiyyətlə bu idarəçilik sistemi elə qurulub ki, hamıya hesabat verir. Hamıya hesabat. Öz aramızda belə götürək. Ayrıca təhsilə baxaq. Şagirdlər kesigilər yazırsınız. Siz gəlmiş hesabatınızı bizə verirsiniz. Kesigi sənin hesabatını hesablayır. Gəl ki, hesabatı müəllimə verirsin. Müəllim biz bütün kesigilərimizi yığır, hesabatımızı müavinə verir. Mavin bütün hesabatını direktora verir. Direktor bütün hesabatını sektora verir. Sektor bütün hesabatını regionun rəisinə verir. Regionun rəisi bütün hesabatını nazirliyə verir. Hesabat bilirsiniz nədir? Yəni, bu yarım il müddətində, 6 aylıq müddətində və ya 1 il müddətində mən neyinləmişəm? Hansı işləri görürəm? Mənim qabamda tələblər var axı, ilin əvvəldə mənim qabama tələblər qoyulur. Sən bu tələbi doğrultdun yoxsa bu? Və ya icra başçıları gedir, prezidentə hesabat verir. 1 il ərzində neynəmsən? 1 il ərzində şəhərdə nə işlər görürsən? Buyur, hesabat ver. Hamı hesabat verir ona. Adətən il sonunda verməlisən bu hesabat. Ona görə hamı çalışır ki, işini yaxşı görsün ki, hesabatdan yüzü haqq çıxsın. İndi hesabat belə baxır. Məsələn, bizdə pedaqoq şurada direktor
birinci yarım il üzrə çıxır, bütün hesabatını verir. Bir ildə biz nə gördük burada, nə işlədik? Eyni zamanda onun yazılı formasını da göndərir sektora. Buraya həm şifahi, həm yazılı forması dedim. Bizə şurada şifahi şəkildə hesabat verirdi iclasda. Amma o sənədləri də göndərdi sektora, hesabatını verirdi yazılı şəkildə. Kim çatıra bildin mi? Gəl şey, sonra daha indi bənzərlərdir. Olanı silinmi? Nə qalıb? Kim gedir? Uzaq yolda. Komşu mimari. Ha? Açmısan. Başa kalanı biliyorum. Hamısı açıq. Bir dəqiqə qulaq asın, nə qalıb? Bayağı qalıb. Videonu qoy dayandırın. Siz gedin, mən izah edeyim. Videonu gör. Amma baxacaqsınız da yəqin. Pardon, aha, qırma, valla qırma. Aha, biz davam edəyək. Etibarsız şagirdlərim məni təhcil qoydular, qaçdılar. Qaldım kursda bir başına təhcil. Davam edək. Demək, burada tərcümeyi hal, xasiyyətnamə arayış. Bu arada bir-birə bənzər şeyləri gəlib bunlardan danışaq. Tərcümeyi hal, xasiyyətnamənin oxşar cəhəti nədir? Oxşar cəhəti buraya yazmışam haqqında. Burada sənin haqqında danışılır. Məsələn, burası ki, tərcümeyi halda sən özün haqqında danışırsan, məlumat verirsən. Amma xasiyyətnamədə sənin haqqında danışırlar. Belə ki, tərcümeyi hal adətən nə vaxt yazdıraq? Məsələn, universitetə qəbul olunanda, işə girəndə bizdən tərcümeyi hal istəyir. Otururuq, özümüz haqqında başlayırıq məlumat. Yazılış qaydası necədir? Ortadan yazılır, vərəqin ortasından tərcümeyi hal. Yazandan sonra başlayırsan, sən ilk cümlə bu olur. Məndən başlayırsan, mən, filan kəs o, filan kəs qızı. Məsələn, mən, Kazım oğlu Sənvər Səyyid qızı. Buradan başlayırıq. Tərcümə halda göstərirsən, sən neçənci ildə dünyaya gəlmirsən, harada dünyaya gəlmirsən. Sonra məktəbi harada bitirmirsən, universitetə qəbul olmuşsan, əgər qəbul olmuşsansa, ali təhsil haqqında məlumat verirsən. Yox, qəbul olmuşsansa, məsələn, yazırsan ki, Evdar xanım, misal üçün də. Universitetin haqqında, əgər məsələn oğlan uşağıdırsa, həmsə hərbi xidmətdə olursa, hərbi xidməti hardan çəkib, bunun haqqında da məlumat yazılır. Sonra, nə bilim, olubsa uğurların, nailiyyətləri var. Burada da uğurdan söhbət getmir, kiçik uğurlardan söhbət getmir. Məsələn, misal üçün, magistrda yazırsan, doktoranturunu yazırsan, nə bilim, bu müdafiə etdiyin şeylərlə, nə qədər ki, uğurun, nailiyyətin var, bunların hansını qeyd edə bilərsən. Bundan sonra iş yerinin haqqında məlumat, əgər işə girmək üçün edirsənsə, məsələn, əvvəllər harada işləmirsən, bu haqqda da məlumat verə bilərsən, yəni hansı sahədə təcrübən var, bilgilərin var. Sonra keçirsən, özün haqqında tam məlumatı bitirdikdən sonra keçirsən ailə üzvlərinə. Əgər o tərcümə halını yazan şəxs subaydırsa, burada kimlər haqqında məlumat yazır? Atası, anası, özü, bacı və qardaşları. Yox, əgər ailəlidirsə, onda atasını, anasını, həyat yoldaşı və uşaqları. Bunlar haqqında da burada bacı, qardaş yazılır da. Çünki sənin artıq özün bir ailəsən. Öz ailəni, həyat yoldaşı, uşaqların bunlar haqqında məlumat verirsən. Onlar haqqında məlumat verəndə də ata-ana haqqında qısaca anadan olduğu il, ay, gün bunu qeyd edirsən. Əgər işləyirsən, qısaca vəzifəsini qeyd edirsən, iş yerini. Əgər işləmirsən, məsələn, yazırsan ki, məsələndə ki, azad ticarətlə məşğuldur və ya sahibkardır və ümumiyyətlə işləmir, heç yerdə işləmir. Bu şərtdə qısaca məlumat. Uşaqların haqqında yazarkən, məsələn, qızın filankəs filancı anadan oldu. Əgər şagirdirsə, tutaq gəlirsən 7-ci sinif şagirdidir. Əgər məsələn tələbətsə yazırsan, filan universitetin tələbəsidir və ya filan yerdə işləyir və ya işləmir. Qısaca. Və sonunda da imza tarix qoyulur. Gəldik, xasiyyətnaməni isə yenə sənin haqqında, amma sən özün yazmırsan, bunu başqası yazır. Xasiyyətnamə, məsələn, ali məktəblərdə də verilə bilər, müəllimlər tərəfindən bir şagird haqqında tutaq ki, həm fənn müəllimi, həm sinif rəhbəri xasiyyətnamə yaza bilər və məktəb rəhbərliyi xasiyyətnamə yaza bilər. Xasiyyətnamədən çox şey yazılır. Yəni, əgər məsələn, az olub da ki, məktəbdə elə şagirdin gözünə aparmaq, bacarmır, disiplini yoxdur, oxumur, dərsə davamiyyət eləmir, qayıqları çoxdur və bunun haqqında müəllimlər xasiyyətnamə yazılır.
Xasiyyətnamə, yəni sənin haqqında xasiyyətnamədə yaxşı xüsusiyyətlər də yazıla bilər. Sənin bütün mənfiliklərin də orada göstərilə bilər. Əgər xasiyyətnamədə sənin haqqında yaxşı nüanslar yoxsa, yaxşı şeylər yazılmayıbsa, o xasiyyətnamə ilə səni heç bir məktəb qəbul etməyəcək. Çünki adətən məktəbdə də yetişən, mən məktəbdən anlayışım var deyə buradan misal gətirirəm. Məsələn, bizə yeni şagird gəlmək istəyir. Biz həmin şagirdin rəhbərlik daha doğrusu şəxsi işini açır, içinin xasiyyətnaməsini oxuyur. Başqa məktəbdə müəllimlərin onun haqqında yazdığı xasiyyətnaməyə baxır. Əgər şagird onu qane eləmirsə, onu qəbul edilir. Məsələn, və ya işçi kimi. Mən işçiyəm, məsələn, zavoda işə girmək istəyirəm. Bundan qabaq başqa zavodda işləmişəm, həmin başqa zavodun o müdürü mənim haqqımda xasiyyətnamə yazıb, şəxsi işin içindədir. Mən yeni zavodun müdürü, açıram o şəxsi işdə o xasiyyətnaməyə baxıram. Baxıram ki, həqiqətən sən yaxşı işçisən, özünü başqa zavodda yaxşı doğrultursan, səni mən ürəklə qəbul edirəm. Yox, əgər məni qane eləmirsənsə, xasiyyətnamədə yaxşı şeylər yazılmayıbsa, nə edirəm? Məsələn, qəbul edirəm. Xasiyyətnaməli, yəni sənin haqqında adətən iş yerinə, məktəbində rəhbərlik yazır. Başqaları yazır. Xasiyyət ərəb mənşəli sözü, namə isə farsdır, yəni sənin xasiyyətin haqqında, xarakterin haqqında məktub, bu demək. Daha doğrusu məktub yazırıq, məktub tələffüz edilir. Gəldik nəyə? Gəldik arayışa. Arayış testdə düşmüşdü, imtahanın 10 qayda hissəsində, o testləri sınaq kimi biz işləyirik, orada var idi. Deyir ki, insan şəxsiyyətini təsdiq edən sənət. Şəxsiyyəti təsdiq edən sənədlərdən biri də arayışdır. Arayış, bu cinayət xarakterli arayışlar da var. Yəni, cinayət işlərində də arayış ola bilər, bu adımda vuruluyor. Cinayət işinlə bağlı olan sənədlər bir arayışdır, bir də akt. Akt burada qeyd eləmişəm, yəni aktın növü var, cinayət xarakterli aktlar da var. Cinayət qismində olan akt və arayış yada saxlayır. Arayışda həm ştam, həm möhür olur. Bax, açar sözləri deyim, çünki testlərdə salınır. Hansı əməli yazı nömrəsində həm ştam, həm də möhür olur. Söhbət gedir arayışdan. Arayışın bu hissəsində, məsələn, bu ağ vərəqdir, burada ştamp olur. Ştampın üstündə arayışın nömrəsi olur. Ştamp onun üçün. Arayışlar nömrə elədir. Ümumiyyətlə, hansı əməli yazı nömrələrində nömrə olur. Arayışda, protokolda, etibarnamədə yadda saxlayılır. üçün ortaq cəhət, üçündə də başda nömrə yazılır. Nömrəsi olur. Ştampın üstündə nömrə, həmin nömrə, həmin müəssisənin dəftərxanası olur, o dəftərxanada qeyd edilir. Arayışın nömrəsi, yəni neçə nömrəli arayış verildi, o protokolda qeyd olunur nömrəsi. Deməli, arayış nə üçündür? Məsələn, belə bir misal gətirirsə, tam aydın olsun, şəxsiyyəti təsdiq edən sənəd ona görə deyirik. Məsələn, mən gedib bankdan kredit götürmək istəyirəm. Kreditin şərtləri də budur ki, yəni iş yerin olmalıdır, maaşın olmalıdır, dövlət müəssisəsindən maaş almalısın. Mən onlara şifahi şəkildə özümü ispatlamağa çalışım ki, filan məktəbdə işləyirəm, müəlliməm, bu qədər maaş alıram. Şifahi nitqə heç kim baxıb da bilir. O səndən sübut istəyir. Mən deyirəm, mən gedirəm işlədiyim məktəbə, mənim işlədiyim məktəbdir deyə deyirəm. Mən gedirəm işlədiyim məktəbə, direktordan arayış alıram. Direktor arayışda nəyi göstərir ki, həqiqətən filan kəs olur, filan kəs qızı, bizim məktəbin, bu məktəbin adı qeyd olunur orada, bu məktəbin işçisidir, bu qədər dərs yükü var, bu qədər maaşı var, yəni əmək haqqısı var. Bunu orada göstərir və arayışın axırında arayışda kim tərəfindən verilir və kimə verilir, bunlar mütləq göstərilir. İndi kim tərəfindən verilir, məktəb rəhbərliyi tərəfindən verilir, kimə verilir? Arayışın aşağı hissəsində hansı müəssisəyə verilir? Məsələn, tutaq deyək ki, beynəlxalq banka verilmək üçün verilir. İstəsəniz belə də yazışdıra bilərsiniz, yəni ki, istənilən müəssisəyə verilmək üçün. Ən yaxşısı olur, çünki həmin arayışı götürüb gedərəm, məsələn, beynəlxalq bankda işim alınmaz, gedərəm kapital banka. Mən indi orada bankın adı dəqiq göstərilirsə, mən məcburam təzə gedəm ikinci arayışı olan ki, ikinci arayışı da kapital bank üçündür. Ona görə burada məsələn adı yazılmasa sizin üçün daha yaxşı olur, yəni işiniz rahatlamış olur. Bu oldu bizim arayışımız gəldik, bənzər məktubdan telegram, bunların arasında da oxşarlıq var və mən yazım nümunələri, qohumdular belə deyil.
Məktub əməli yazı nümunələr içərisində ən sərbəst şeydir, yəni yazı nümunəsidir. Amma sərbəst deyilik deməkdə bir dəqiqə videoya baxın, birdən çəkməz. Hə. Sərbəst deyilik, sərbəstlik nə mənadadır? Yəni məktubun da özünün yazılma mərhələləri var, özünün qaydaları var. Yəni o da kök-köranə yazılmır. Sadəcə məktubun sərbəstliyi odur ki, həcmi sərbəstdir. İstədiyin qədər yaza bilərsən. Məsələn, sən bir səhifədən ibarət də məktub yaza bilərsən, sən 5-6 vərəqdən ibarət də məktub yaza bilərsən. Yəni bu sənin istəyinə bağlıdır. Sərbəstlik buna görə deyirik. Məktubun yazılma qaydası nədir? Ortadan yazırıq məktub. Birinci salamlaşma ilə başlayır. Ümumiyyətlə məktubun hissələri var da. Var birinci müraciət hissəsi. Bununla başlayırıq müraciət hissəsi. Müraciət hissəsində salamlaşırıq. Hə, salam, əziz dostum, əziz qardaşım, əziz bacım, rəfiqəm, necəsən, nə edirsən, belə hələ salamlaşırıq. Bu müraciət hissəsi. Salam, əziz dostum, qardaşım. Sonra keçirik ümumi hissəyə. Ümumi hissə nədir? İkinci mərhələ ümumi. Ümumi hissədə sən hal-əhval tutursan. Necəsən, nə edirsən, işlərin necə gedir? Məndə də hər şey yaxşıdır, qaydasındadır. Ümid edirəm ki, səndə də işlərin yaxşı gedir və salamına baxır. Sonra gəlir fərqləndirici hissə. Üçüncü mərhələ fərqləndirici. Fərqləndiricidə nə yazırsan? Yəni, məktubu yazmaqda yəqin ki, bir tutarlı səbəbin var da, bir məqsədin var, nəsə demək istəyirsən, nəsə soruşmaq istəyirsən. Fərqləndirici hissədə əsl məqsədi nədir məktubu yazmaqda, onu yazırsan, göstərirsən. Sonra gəlir ümumiləşdirici hissə, son. Sonda ümumiləşdirici hissədə o sağollaşma mərhələsidir. Cavabını gözləyirəm və yaza bilərsən ki, üzürlü sahib bəlkə sənə narahatlıq verirdim, belə. Sağollaşırsan da orada da ki, cavabını gözləyirəm, sənə cavabını oxumaq mənə çox xoş olar falan filan. Sağollaşdırıb məktubu bitirdim. Bugünkü gündə məktub, bəlkə də deyirsiniz ki, mahiyyətini itirib, kim indi məktub yazan, belə boş bir şey kim baxırsınız, heç də elə düşünməyin, məktubun əhəmiyyəti böyükdür. Niyə? Məsələn, bizim təbliğ məktublarımız var. Sən hər hansı bir, belə deyim də, vəzifə sahibi olan bir insana, yüksək vəzifədə olan bir insana təbliğ yazmaq istəyirsən. Durub onu WhatsApp-da yazası deyilsən ki, məsələn, məsul şəxsdir, yüksək vəzifəli şəxsdir, çox hörmətli bir adamdır və ya tək vəzifədə söhbət etmir, çox hörmətli bir adamdır. Belə adamlara WhatsApp-da durub mesajla təbrik etmək biraz hörmətsizlik kimi çıxır. Yaxşı çıxmır, daha yaxşı olar ki, siz poçt vasitəsilə belə rəsmi şəkildə, təmtəraqlı şəkildə ona məktub göndərəsiniz. Məsələn, təbrik məktubu göndərəsiniz. Olur, baxırsınız bu prezidentlər xəbərlərdə görərsiniz, məsələn, İlham Əliyev, misal üçün də Rusiya prezidenti Putinə təbrik məktubu göndərdi. Ölkələrdə hər hansı bir dövlət bayramıdır və ya Putinin ad günüdür, bununla bağlı təbrik məktubu göndərdi. Sizcə necə olar ki, prezidentlər otursun bir-birlərinə WhatsApp-la təbrik mesajlarına, yəni olacaq şey deyil. Və ya necə ola bilər? Məsələn, belə də ola bilər. Tutaq ki, mən müdürəm, mən direktoram, amma müavinimlə razı deyiləm. Götürürəm mən təhsil şöbəsinə, məsələn, sektora və ya regionun rəisinə belə deyil. Yəni, özündən yuxarı dairələrdə bu işlə məşğul olan insanlara. Götürüb ona mən rəsmi şəkildə məktub yazıram, rəsmi məktub. O məktubda mən yazılı şəkildə bildirirəm ki, mən müavinimdən narazıyam, o işini yerinə yetirmir, işinin məsuliyyətini alınmır, disiplini yoxdur, nəzarəti eləmir, yəni işlərin yarımçıqdır, heç nə belə ciddi şəkildə nəzarət edə bilmir və s. Mən o şikayətdən, bu şikayət məktubudur, göndərirəm poçtla rəsmi şəkildə o təhsil şöbəsinə. Və o mənbəlimdə əsaslı bir var, zəng edəm, şifahi şəkildə deyəm, söz buradan deyirsən, buradan uçur gedir. Amma məktub yazılı şəkildə rəsmi sənəddir. Yeri gəlsə səhərdir, mənim dilim uzun oldu ki, mən sizə rəsmi şəkildə müraciət eləmişəm, müavinim işləməməyi ilə bağlı, amma siz mənim müraciətimə baxmamışsınız. Aydındır mı? Yəni sənin dilini uzun edəcək bir şeydir. Rəsmi deyil, yəni işgüzar sənəddir. Məktub. Sonra gəldik Telegram. Telegram Yunanca, tele uzaq deməkdir, qramma yazı. Bunları yaxşı-yaxşı əzbərləməyinizi tövsiyə edirəm. Çünki
və testdə bu şəkildə salır. Buranı sizdən istəyir və nöqtələr var və s. Məsələn, deyək ki, hansı əməlli yazılı nümunəsi Yunanca tele və qrama sözlərindən götürülübdür. Mənası uzağa göndərilmiş yazı deməkdir. Söhbət nədən gedir? Söhbət telegramdan gedir. Yəni, bu şəkildə testlər çox rastıma çıxır. Hansı dildən götürülüb mənası nə deməkdir? Mütləq əzbərləyin. Telegram uzağa göndərilmiş. Telegramın ümumiyyətlə üçün istifadə edilir. Məlumat almaq üçün, məlumat vermək üçün uzaq məsafələrə. Məlumat vermək üçün, sonra pul köçürmələrində Telegramdan istifadə ola bilər. Telegramın növləri var. Baxın, adi Telegram var, təcili Telegram var, xüsusi Telegramlar var. Adi Telegram, məsələn, təbrik Telegram ola bilər və ya başsağlığı vermək üçün göndərilmiş Telegram. Burada da ayrıca bayaq dedim ki, dövlət başçıları, misal üçün, məktub göndərir, rəsmi şəkildə edəcəyiz ki, mənim telefon olan bir vaxtda nəyə lazımdır ki, Telegram falan. Məsələn, mən keçən dəfə şəriklərimdə misal da göstərdim ki, məsələn, tutaq ki, mənim bir nazir qohumum var da, indi ona mən ad günüdür, təbrik göndərmək istəyirəm. İndi bunu mən zənglə və telefonla desəm, yaxşı çıxmaz, bəs hörmətsizliyi var, ona görə gedirəm, poşla təbrik telegramı göndərirəm. Bu daha şan-şöhrətli bir şeydir, bu daha qarşındakı hörmət, yəni hörmət qoymaq daha dəyərli. Təbrik telegram tutaq və ya başsağlığı telegramı göndərir. Telegramın bir şey var, burada bir məsələ var. Telegramda bax yazmışam, rəqəmlər hərflə yazılır. Birdən testə düşər ki, hansı əməli yazım nümunəsində rəqəmlər mütləq hərflə yazılmalıdır. Söhbət gedir telegramdan. Bu da nəyə görə verir? Telegramın həcmi çox az olur, çox az olur. Bəzən bircə cümlə olur. Niyə? Çünki telegramda hər şrift, hər simvol puldur. Hər simvol puldur. Bəli, pula vurur, pula hesablanır. Ona görə çox yazarsan, bu sənin üstünə baxa-baxa şey düşmüş olar. Məktubla telegramın fərqi nədir? Əslində, bu ikisi də uzaq məsafəyə göndərmək üçün məktub sən öz əlindən yazırsan. Amma indi onu da daha klaviaturaya çevirirlər. Amma məktub əllə yazılan bir şeydir. Telegramı sən yazmırsan. Sən gedib deyirsən, yəni yazmaq istədiklərini poçt işçisi klaviaturayla yazır. Hər birini də pula çevirir, pula hesablayır. Yəni, telegram əllə yazılan bir şey deyil. Bu sənədlər arasında ümumiyyətlə əllə yazılan əməli yazım nümunələri hansıdır? Yadda saxlayın. Əllə yazılan ərizədir, izahatdır, tərcümeyi haldır, məktubdur. Bunlar əllə yazılan şeylərdir, öz xəttinin mühəndəsində. Gəldik, burada təcili telegram bir şey haqqında, təcili telegramlar daha sürətli çatdırılır bana. Çünki bunların hər biri mən bilən özlərinin qiymətləri olmaqda ayrı. Xüsusi telegramlar nədir? Xüsusi telegramlar burada şəxsiyyət vəsiqəsi də mütləq göstərməlidir. Şəxsiyyət vəsiqəsiniz vuran şəxsin, telegram vuran şəxsin şəxsiyyət vəsiqəsinin nömrəsini göstərilməlidir burada. Məsələn, tutaq ki, Allah uzaq eləsin, Azərbaycandan Rusiyaya bizim bir qardaşımız gedib, amma getdi orada başına bir hadisə gəldi, getdi dünyasını dəyişdi. Həkim təcili telegram vurur bunu Azərbaycanın, məsələn, bunların ailəsinə. Həkim o vurduğu telegramda, yəni öz şəxsiyyət vəsiqəsi, çünki məsuliyyət daşıyır, nömrəsi də orada göstərilməlidir. Xüsusi telegramlar bax belə ciddi bir şeylər üçün, hadisələr üçün qurulmuş telegramlardır. Bu da gəldik nəyə? Protokol. Protokol Yunanca proto. Bu da düşmüşdür testlər ki, hansı bir əməli yazım nümunəsi Yunancadan birinci vərəq və yapışdırmaq sözlərinə yaranır. Söhbət protokoldan gedir. Proto ilk birinci vərəq deməkdir, kolos yapışdırmaq deməkdir. Protokol deyəndə gözümüz önündə nə canlanır? İclas. Gözümüz önündə iclas canlanır. Protokollar, məsələn, polislər də yazır, yolda belə inzibati xəta işləri falan pozulanda, yol hərəkət qaydaları pozulanda protokol yazılır anında orada. Protokol, yəni keçirilən bütün iclasların yazılı şəkildə sübutudur. Məsələn, misal göstərim, yazılma qaydasında deyəm, protokolun nömrəsi, yəni ortadan vərəqin ortasına yazsan, protokol nömrə, indi neçənci iclasını keçirirsən. Birinci iclasısa yazırsan, protokol nömrə 1. İkinci iclasısa yazırsan, protokol nömrə 2. Nömrəyə baxmaqla sən artıq bilirsən ki, sən neçənci iclasın, yəni protokolunu almışsan əlindən, nömrədə olmuşsan.
Protokol və nömrəsi göstərilir. Sonra onun altında nə yazılır? İclas harada keçirilir, saat necədə keçirilir, kim tərəfindən təşkil olunub, buna iclasın sədri deyilir də, iclasın sədri təşkil edir hər iclası. Kim tərəfindən təşkil olunub, sonra iclasda kimlər iştirak edir, iştirak hamısının adı orada göstərilməli və deyirsən ki, bu qədər müəllim, müavinlər və ya texnik işçilər, laborantar, bunlar hamısı orada qeyd olunur. Ondan sonra başlayırıq və iclasda bir nəfər katib seçilir. İstənilən yəni işçinin birini katib seçə bilərsiniz. O katib nə edir? Demək, iclasın sədri iclası aparır, katib də oturur bir tərəfdə, iclasın gedişatını başlayır yazmağa. İclasın gedişatı da necədir? Məsələn, bizdə nümunə göstərin, pedaqoji şuralar, məsələn, müəllimlərin pedaqoji şurası olur, müəllimlərin iclası olur. İclasın sədri təbii ki də direktor olur, yəni iclası aparan. Direktor nə edir? Əvvəlcə bizdə birinci mərhələ, gündəlikdə duran məsələlər. Yəni, biz bugün bura nəyə görə yığılmışıq? Biz nəyi müzakirə etmək üçün yığılmışıq? O müzakirə olunacaq məsələlərin mövzuların adlarını deyir. Bu deyil, gündəlikdə duran məsələlər. Birinci mərhələ bu. İkinci mərhələ yazılır, eşidildi. Eşidildi deyərkən başlayır. Məsələn, tutaq ki, direktor bizə məlumat verir. Deyir ki, bu şurada birinci yarımilin tutaq ki, sonunda təşkil olunmuş iclası. Deyir, bu şurada deyir, biz birinci yarımilin yekununu deyir, açıqlayacaq. Yəni, ibtidai səhvlərdə nəticəmiz nə oldu? Bu məsələyə bağlı ibtidai səhvlər üzrə müavin tutaq ki, filan müəllimə hesabat verəcək. Sonra deyir, bayaq hesabatda dedim, həm yazılan həm şifahi forması olur. Elə bax, o verdiyi hesabat şifahi şəkli hesabatdır. Eşidildiyi hissəsinə hesabat verir. Sonra deyir ki, məsələn, yuxarı siniflər haqqında yuxarı siniflərin dərs sistem müdürü hesabat verəcək və müəllimlərin geyimi və davranış qaydaları, eyni zamanda şagirdlərin geyim və davranış qaydaları haqqında təşkilatçı müavin hesabat verəcək və s. Onlar da həqiqətən çıxıb bir-bir bunlar haqqında bizə hesabatlar verir. Biz buraya yazırıq eşidildi, yəni hesabatı eşitdik. Sonra orada yazırıq çıxışlar, növbəti mərhələ çıxışlar. Çıxışlar hissəsində nə edir? Müəllimlərə söz verilir, yerdən qalxıb hər müəllim öz fikrini deyir, çıxış edir. Məsələn, deyirlər ki, filan sinifin keyfiyyət faizi aşağıdır, həmin sinifin rəhbəri kimdir, dur çıxış edir, o da durur səbəbini açıqlayır və ya fen müəllimlərinə söz verilir və deyir ki, bu siniflərdə keyfiyyət faizi aşağıdır, nə təklif edirsiniz, neyilir ki, keyfiyyət faizini artıraq, qaldıraq. O müəllimlərin çıxışları gedir, çıxışlar, hamısını bir adı yazılır. Filan müəllim, məsələn, fizika müəllimi filan kəs durdu, bu haqda belə çıxış edir. Onların hamısı qeyd olunur. Sonra axırda yazılır qərar. Yəni, biz axırda bir qərara gəlirik. O qədər çıxışlardan bir nəticə çıxarırıq. Məsələn, deyək ki, belə qərar verildi ki, zəif nəticə toplayan şagirdlər üçün ayrıca dərs saatları müəyyən olsun, müəllimlər olanların əlavə məşğul olsun və s. Axır bu kimi verilən qərarlar, təkliflər, tövsiyələr orada hər gündəlikdə duran məsələlər nə idi? Onlarla bağlı qərarlar verilir. Sonunda da iki şəxs imzalanır. Bu da testə düşə bilər. Hansı əməli yazı nümunəsini iki şəxs imzalamalıdır. Söhbət protokoldan gedir. Onu həmin katib imzalayır. Burada yazır, məsələn, iclasın sədri, filan kəs direktorları yazır, imza atır. İclasın katibi, o gedişatı kim yazırsa, həmin müəllimin adını, soyadını yazır və əvvəlcə imza atır, sonra. Bu da oldu bizim protokolumuz. İki şəxsin imzaladığı sənəd protokoldur, bunu unutmayın. Gəldik akt. Akt latınca aktos sözündəndir. Mənası hərəkət, hadisə, cinayət deməkdir. Bu da testdə qarşıma çıxmışdı mənim. Həmişə mənasını yenə deyirəm, istəyir. Cinayət deməkdir. Demək, aktın növləri var. Cinayət xarakterli aktlar var, dövlət əhəmiyyətli aktlar var, bir də faktı açmaq üçün istifadə olunan aktlar var. Bir də testə düşə bilər. Hansı əməli yazı nümunəsini yazmaq üçün, hazırlamaq üçün mütləq komissiya təşkil olunur. Söhbət gedir aktdan. Komissiyanı açar söz kimi götürün, komissiya təşkil olunur və aktı tərtib edilir. Yəni, aktı bir şəxs tərtib edə bilməz, bir nəfər tərtib edə bilməz. Mütləq komissiya təşkil olunmalıdır, komissiya üzvləri tərəfindən. Və aktda yoxlama müddəti, o proseslərin yoxlama müddəti var. Həmin proseslərin yoxlama müddəti həm hərf, həm rəqəmlə yazılır. Bir də vəkalatnamədə
Vəkalətnamədə etibarlılıq müddəti həm hərf, həm də rəqəmlə yazılır. Bunu unutmayın. Akt nə üçün təşkil? Cinayət Allah uzaq etsin, polislərlə bağlı bir şeydir, ölüm işləri falan, cinayət işlərində akt yazılır. Orada şahidlər olur, yəni ölüm hadisəsindən şahid olan şəxslər şahid qismində adları göstərilir və imzalayırlar. Və s. Bu dövlət əhəmiyyətli aktlarını, bunu düşünürəm ki, məsələn, dövlət əhəmiyyətli aktlar, məsələn, dövlətlər bir-birindən misal üçün silah-sursat alanda və ya mübadilə edəndə, ixrac edəndə bununla bağlı aktlar təşkil olunur. Dövlət əhəmiyyətli aktlardır bunlar. Faktı açmaq üçün aktlar, bunlar isə bizə lazım olan adi aktlardır. Məsələn, adicə misal göstərib sizə tam aydın olsun. Aktda nə göstərir? Ortadan yazırsan akt və aktın, yəni komissiya harda təşkil olunur. Məkan göstərilir, tarix göstərilir. Sonra komissiyanın üzvləri, aktı kim təşkil edir? Komissiyanın üzvləri hamısının bir-bir adı, soyadı, ata adı, vəzifəsi orada göstərilməlidir. Sonra yazılır orada nə? Olarsan ki, şahid qismində iştirak edirlər, çıxış edirlər. Məsələn, məktəbimizə yeni partiyalar gəlir. Yəni, dövlətin təşkilatçılığından məktəbimizə çoxlu partiyalar gəlir. Invertal dedikdə vəzifəsində. Invertal götürür. Invertal götürərkən, məsələn, direktor bunu öz başına təkcələ gedib götürmür. Bunun şahidi sübut olmalıdır. Məsələn, invertal sənətlə olan bir şeydə misal üçün verirəm. Və ya, məsələn, bir sinifdə partiya çatışması var. Biz nə edirik? Həmin sinifdə dərs keçən müəllimlər, eləcə də sinif rəhbərləri yığışırıq, komissiya təşkil edirik və akt tərtib edirik ki, yəni biz hamımız orada adımızı, soyadımızı göstəririk, imza atırıq ki, məhz bu şəxslər aşağıda imza edənlər bunlar. Yəni biz həqiqətən də yəni şahidik ki, bu sinifdə partiya çatışmazlığı var və partiya istəyirik. Bu şəkildə bu akt sayəsində bizə göndəririk, dövlət bizi partiyanı təmin edir. Və o mal götürəndə də orada malın adı, sayı, məsələn, filan kəslər, yəni aşağıda imza edənlər, biz həqiqətən şahidik ki, bu qədər mal götürüldü, təhvil alındı. Sayla orada hər şey, malın dəyəri, qiyməti, sayı, testdə bu da var idi. Hansı sənətdə deyil, malın dəyəri, qiyməti, sayı, hər şey dəqiq göstərilir, söhbət aktdan gedir. Yəni, o məndə sübutda, mən edərəm, malı təhvil götürmüşəm. Sonra bəlkə mən, məsələn, 50 partiya götürmüşəm, sonra mənim qoymaq olar ki, 100-ünü götürmüşəm. Amma akt tərəfləri isə bunu veya bilməzlər. Sonra orada kimlərin ki, adı çəkilir, onlar mütləq şəkildə bir-bir təzən onların adı aktın altından yazılır, qabağında da onların imzası. Mütləq imzalanmalıdır. Sonra gəldik nəyə? Rəy və annotasiya. Rəy ərəb sözüdür. Fikir mülahizə deməkdir, fikir mülahizə söz deməkdir. Rəy, yəni insan özünə bilmir, həmçə başqalarına verir rəy. Rəy hər şeyi verirlər. Rəy. Məsələn, tutaq ki, mən uşaqları yolub aparmışam teatra. Getdik teatra, tamaşa elədik. Oradan gələndə uşaqlara deyirəm ki, uşaqlar, bəs gəlin o baxdığımız tamaşaya oturun, bir rəy yazaq. Rəy yazarkən şagirdlər nə edir? Məsələn, rəy yazanı ümumiyyətlə o teatr haqqında, məsələn, tamaşa haqqında fikirlərini yazır da. Çalışır rəy yazanda birinci bir şeyi, müsbət tərəflərini açıqlayır, müsbət tərəflərini. Sonra mənfi cəhət, bəyənmədiyiniz tərəflərini yazın. Rəy yazarkən də o mənfi tərəfləri yazarkən diqqətli olmaq lazımdır. Çalışmaq lazım ki, burada etik normadan kənara çıxmamaq. Kobud sözlər, kobud ifadələrdən istifadə etmək. Motivasiyadan ruh salacaq, yəni ruh düşkünlüyü yaradacaq söz cümlələrdən istifadə etmək. Yəni mənfi rəyi də biz buna konstruktiv rəy də deyirik. Konstruktiv rəy yəni mədəni şəkildə verilmiş rəy. Bu şəkildə verilməlidir. Və belə eləmək olar. Tutaq ki, inşa yazmışıq sinifdə. Vətən mövzusunda inşa yazdırmışam və bir nəfər şagirdi çıxardıram, oxuduram. Sonra şagirdlərin rəyi mənə maraqlıdır. O Türkçə yorum deyilərək həmin məsələdir. Deyirəm ki, uşaqlar, yəni rəy, yəni bu inşa haqqında hər öz rəyini yazsın. Şagirdlər həmin inşa haqqında başlayırlar rəy yazmağa. Məsələn, inşanın həcmi yaxşı idi, misal üçün də yaxşı tərəfləri. İnşanın həcmi yaxşı idi, mövzusu çox gözəl idi. Cümlələrin quruluşuna diqqət edin, söz sırası pozulmayıb, ədəbi dil normalarına rəayət edin, heç bir yan durum şairlərinə də rəayət edin inşada. Bunlar yaxşı tərəfləri. İndi mənfi tərəfləri düşünürəm ki,
mədəni şəkildə vermək lazımdır. Düşünürəm ki, misal üçün inşa çox gözəldir, amma bədiliyə biraz daha üstünlük versə, biraz daha hamısı az olur. Bədiliyə çox üstünlük versə daha yaxşı olardı. Və ya ki, məncə inşada faktlara daha çox söykənir, amma məncə bədii cümlələrdən istifadə etsə daha yaxşı olardı. Ümid edirəm ki, növbəti inşasında bunları nəzərə alacaq. Bu şəkildə mənəciliklə rəngləri gedir. Gəlir anotasiya. Anotasiya latınca anatomik sözündən götürülüb. Qeyd aparmaq, bu da testə düşmüşdür. Qeyd aparmaq, əlavə etmək. Söhbət anotasiyadan gedir. Qeyd aparmaq, əlavə etmək deməkdir. Anotasiya nədir? Məsələn, mən gedirəm mağazaya, kitab mağazasına kitab almaq istəyirəm, amma nə alacağımı bilmirəm. Qərar verməmişəm. Və başlayıram kitabları bir-bir baxmağa. İndi o kitablar qalın kitablar olur. İndi mən o mövzusunu bilmirəm, axı nə deyil. O qədər onu orada səhv eləməklə də bilə bilməzsən nə var, nə yox içində. Nə edirəm? Kitabın adətən anotasiya arxa sitəsində də verilə bilər, kitabın üst qabağında da verilə bilər, arxadan birinci, ikinci səhifəsində də verilə bilər. Əsərin, mən tutaq ki, bir roman almaq istəyirəm. Romanın anotasiya hissəsində qısaca roman nədən bəhs edir? Mövzusu nədir? Neçənci ildə yazılıb? Nə məqsədlə yazılıb? Mövzusu həyatlarını götürülür, yoxsa tam yazıcı təxəyyülüdürmü? Yəni, roman haqqında elə bir ki, qısaca konspektdir. Mən onu oxumaqdan artıq mənə məlumdur ki, roman nə mövzudadır? Tarixi mövzudadır və ya müəbbət mövzudadır, obraz kimdir? Onun başına girən çətinlik, bu çətinliklərdən uzaq çıxması və sonun faciə ilə nəticələnməsi. Qısaca məlumat. Və ya adicə testlərə baxın, tutaq ki, gedirəm test almağa. Testlərə baxıram, testlərin üstündə yazır. Blok imtahanı üçün testlər ayrıdır, buraxılış imtahanı üçün ayrıdır, sırf MİQ üçün hazırlanmış testlər ayrıdır. Məsələn, mən buraxılış imtahanına hazırlaşıramsa, blok mənim nəyimə gələkdir? Blokun səviyyəsindən buraxılış eyni deyil axı. Və ya mən buraxılış imtahanına hazırlaşıram, mən niyə gedib MİQ səviyyəsində olan test alım? Testin üstündə məlumat verilir, bu test yəni kimlər üçündür? İçində nə var? Məsələn, yazıra 70 sınav var, misal üçün 1200 mövzu sınavı, mövzu testi var, 20 dənə mətn tapşırıqları var. Baxın, oxuyurum olsun ki, bunun içində nə var? Üstündə qeyd olunur, anotasiya. Məni qanun edirsə alıram, yəni məni qanun edirsə qoyuram yerinə, çıxıb gəlirəm. Belə, məncə hamısını dedim. Bu yenə bir öz qeydiyyatımı gözdən keçirir ki, adları nəsə qaldı bir şey. Məncə dedim. Bu arada kanala abunə olmağı unutmayın, bəyənməyi unutmayın. Abunə olmaq sizdən pul aparmır, narahat olmayın. Abunə olsanız dərs videoları daha tez-tez qarşınıza çıxar. Kanalımızı dəstəkləməyi unutmayın. Təşəkkür edirəm.